Salam uşaqlar. Bugünkü mövzumuz sadə və mürəkkəb ədədlər olacaqdır. Sadə mürəkkəb ədədlər üzərində bütün mövzuları danışacağam. Bir dənə əbabəköp mövzusuna ayrı bir dənə video çəkəcəm. Çətinlik çəkənlər üçün. Sadə və mürəkkəb ədədlər. Sadə ədədlər yalnız birə və özünə bölünür. Məsələn, 3. Sadə ədəd. 1 1-ə bölünür, bir də 3-ə bölünür. Burada üçüncü bir xətt alınmır. Yəni 2 dənə xətt qoyuruq ki, 2 ədədə bölünür. Məsələn, 17. 1-ə bölünür, 17-yə bölünür. Başqa ədədə bölünmür, tam ədədə bölünmür. Mürəkkəb ədədlər 2-dən çox böləni olur. Yəni 2-dən çox böləni bir dənə də əlavə. Məsələn, 4-ü deyək. 1-ə bölünür, 2-yə bölünür, 4-ə bölünür. 1 onsuz da hamısında olacaq. Sadə mürəkkəb hamısında var. Əlavə ikisində deyə bildiksə, bu mürəkkəb ədəddir. 2-dən çox böləni olan ədədlər. Məsələn, 6 deyirəm. 1-ə, 2-yə, 3-ə, 6-ya. Başa düşdük? Yaxşı. Sadə və mürəkkəb ədədlərə bəzi qeydlərimiz vardı, onları deyək. Birinci qeyd. 1. Nə sadədir, nə mürəkkəb. 1-ə və özünə bölünən deyirəm axı. 1-ə bölündü və özü də 1-dir axı. 2-dən eyniyin yazamaram. Ona görə deyirik 1. Nə sadədir, nə də mürəkkəb. Nə mürəkkəb. Yaxşı. 2. Yeganə cüt ədəddir ki, yeganə cüt ədəd. Yəni bircə budur da, cüt ədəddir ki, sadədir. Bax, diqqət eləsəz, cüt ədəddən hamısı mürəkkəbdir, 2-dən başqa. Çünki, məsələn, 12-ni deyirəm. 1-ə bölünəcək, 12-yə bölünəcək, cüt olduğuna görə mütləq 2-yə də bölünəcək axı. Ona görə mürəkkəbdir. Amma təkcə cüt ədəd 2-dir ki, sadədir. Neçəyə bölünür? 1-ə, bir də özünə. Yaxşı, sonra. 2-dən başqa sadə ədədlərin hamısı təkdir. Bildik ki, cütlərin hamısı mürəkkəbdir. 2-dən başqa da tək ədədlər, sadə ədədlərin hamısı təkdir. Sadə ədədlər tək olur. Amma tək ədədlər sadə olur deyə bir şey yoxdur. Məsələn, 13 təkdir, sadədir. Amma 15 də təkdir, sadə deyil. Sadədirsə onsuz tək olacaq. Yaxşı. Bu da belə. Sadə ədədlərin hasili mürəkkəb ədəddir. Amma sadə ədədlərin cəmi həm sadə, həm də mürəkkəb ola bilər. Bunu da əzbərləməyə gərək yoxdur. Nümunə çəkib öz-özdən fikirləşə bilərsiniz. Sadə ədədlərin hasili mürəkkəb olacaqdır. Çünki 2 sadə, 3 sadə. Vuranda 6 eləyir axı. Cavab onsuz bu ikisinə bölünəcək. Sonra 1-ə bölünəcək. Bir də özünə bölünəcək. Məcbur mürəkkəb olur. Amma cəmi sadə də ola bilər, mürəkkəb də ola bilər. Bu belə. Sonra nə deyəcəkdik? Ədədi sadə vurğularına ayıranda əgər tapa bilmiriksə, sadədirmi ya mürəkkəbdirmi? Məsələn, neçəni deyim? 129. Tapa bilmirəm də sadədir ya mürəkkəbdir. Həmişə 7, 11, 13, 17, 19. Bunları yoxlayın. Bunlara da bölünmürsə, yəqin ki, sadədir də tapa bilmirsiniz. Məsələn, 7-yə bölürəm. Bir dəfə 7, 59 bölünmədi. 11-ə bölürəm. Kənardaşların cəmi ortadakı eləmir deyə bölünmür. 13-ə bölürəm. Belə bir-bir baxırıq. Bölünmürsə deməli sadə ədəddir. Yaxşı. Sonra baxaq. Qarşılıqlı sadə ədədlər nədir? Sadə ədədlər bu qədər. Sadə və mürəkkəb ədədlər. Qaydasını qeyd eləyin. Qayda dəftərinizə yoxlayacağım. Bu 11, 13, 17, 19 bunları da qeyd eləyin. Yaxşı. Qarşılıqlı sadə ədədlər. Ortaq bölənləri yalnız 1 olan natural ədədlərə qarşılıqlı sadə ədədlər deyilir. Uşaqlar sadə ədədlə qarşılıqlı sadəni qatır. Qarşılıqlı sadə ədəd 2 ədəd arasında olar, qarşılıqlı olar. Sadə ədəd amma bir dənə ədəddir. Başa düşdük? Qarşılıqlı sadə deyirsə deyirəm, yəni bu ikisinin ortaq bölündüyü nəsə olmasın birdən başqa. Məsələn, 7 ilə 12. Qarşılıqlı sadədir. Bəli, qarşılıqlı sadədir. İkisinin də ortaq bölündüyü nəsə yoxdur. Bax, bu 1-ə bölünür, 7-yə bölünür. Niyə yazmadı? Aha. Bu da 1-ə, 2-yə, 3-ə, 4-ə, 6-ya, 12-yə. Ortaq nəsə var, birdən başqa. Yoxdur. Deməli, qarşılıqlı sadədirlər. Məsələn, bunu deyək, 27 ilə 35. 27 nəyə bölünür? 1-i yazmayaq da, onsuz 1 hamısında var. 3-ə, 9-a, 27-yə, 35 nəyə bölünür? 7-yə, 5-ə, 35-ə. Ortaq nəsə gördük? Yox. Deməli, qarşılıqlı sadədirlər.
Qarşılıqlı sayda ədədlər. Sonra qarşılıqlı sayda ədədlərdə də bəzi qeydlər var, onları da əzbərləmişdik. Aha, birinci qeydimiz. Ardıcıl natural ədədlər qarşılıqlı saydadır. 15, 16. Qarşılıqlı sayda olacaq. Hansı ardıcılı deyirsən də 27, 28. Qarşılıqlı sayda olacaq. Yəni ortaq bölündüyü nəsə olmayacaq. Sonra deyək ki, ardıcıl tək ədədlər qarşılıqlı saydadır. 15, 17. Bunlar da qarşılıqlı sayda olacaq. 25, 27. Qarşılıqlı sayda olacaq. 31, 33 qarşılıqlı sayda olacaq. Ortaq bölündüyü nəsə yoxdur. Amma ardıcıl cütlərdən deyək baxaq. 12, 18. İkisi də 2-yə bölünür. Axı onda olmaz. Qarşılıqlı sayda deyil. İkisində bölündüyü eyni bir ədəd var. Məsələn, ikisi də 3-ə bölünür. Yenə olmaz. Fərqi yoxdur da. Bir dənə ədədə bölündüsə füsü. Hə, hər ikisi sayda olanlar. Məsələn, 5 də sayda ədəddir. 17 də sayda ədəddir. Deməli, bunlar da qarşılıqlı sayda ədəddirlər. Sonra 19 da sayda ədəddir. 23 də sayda ədəddir. Deməli, bunlar qarşılıqlı sayda ədəddirlər. Bir də 1 ilə olanlar. Yəni 1 ilə nə deyirsən de, qarşılıqlı sayda deyəcəyik bunu. 1 ilə 20, 1 ilə 100, 1 ilə 2200, belə. Nə deyirsən de 1 ilə. Onlara nə deyəcəyik? Qarşılıqlı sayda deyəcəyik. Bunları da əzbərləyirik ayrıcanı. Yaxşı. Sonra gələk mürəkkəb ədədin sadə vurğulara ayrılmasından. Yaxşı. Ədədi sadə vurğulara ayıranda hər hansı bir ədəd götürəcəyim, bütün hamısını bunun üstündə işləyəcəyim. Məsələn, deyirəm 120. 120 ədədin sadə vurğulara ayırım. Sadə vurğulara ayırmaq. Burada duran ədədlər hansı ədədə böləcəm? Mütləq sadə ədədlər olmalıdır. Sadə ədədlərdə bayaq dedikdə birə və özünə bölünən ədədlər. Sadə ədədlər bu qıraqda yazaq, yaddaşımızda qalsın. Bir sadə deyildi. 2, 3, 5, 7, 11, 13. Yəni buradakı ədədlər ancaq bunlar ola bilər. Başqası ola bilməz. İndi baxaq. 120. Bir də axırı sıfırla olanları öyrədəcəyim sadə yolunu. Hə, əgər 2-yə bölünməsə, deni 3-ə bölünəndə nə qalır? 3-ə bölünməsə 5-ə bölünəndə bir-bir bölə-bölə baxasan. Tutaq ki, uşaqlar çırıxır. Deyir, birinci 3-ə böldüm, 2-yə bölmədim, sonra 2-yə böldüm. Heç bir problem olmayacaq, narahat olma. Yəni qabaqcadan 3-ü yaz, 2-ni yaz, təki bura sadə yaz. Problem yoxdur. Yaxşı. 120. Buradakı sıfırı silirsiniz. Sıfır olanları belə eləyirik. Bax, 2 dəfə 5-in 10 eləyir axı. Bunun əvəzinə 2-5 yazırsınız. Yaxşı, asan olsun deyə. Qaldı 12. 12 2-yə bölünür. 6. 6 2-yə bölünür. 2-yə bölməsən deyib yox. 3-ə böl, sonra 2-yə böl. Heç bir problemi yoxdur. Yerini dəyişik yazsan da olar. Bunu demək istəyirdim. Başa düşdük. Sadə vurğulara ayırmaq. Məsələn, bir dənəsində deyək 35-i deyək. Axırında 0 yoxdur deyə eləmirəm. 5-ə böldüm. 7. 7-yə böldüm. 1. İstəsəydim 7-yə bölüb sonra da 5-ə bölə bilərdim. Axırı 0 olan başqa birini deyək. 1200-ü deyirəm. Bax, bu sıfırın əvəzinə nə yazacaq dedik? 2, 5. Bu sıfırı da silim. Bunun da əvəzinə 2, 5 yazdım. Qaldı nə? 12. 2-yə davamı gedəcək. Yaxşı. Bir də belə yazanda. Da deməyəcəm bu sıfırın əvəzinə 2, 5. Sıfır axırda olanda o 2, 5 eləyirik. Oldu 102. 2-yə bölünür. 51. 51 3-ə bölünür. Rəqəmlərin cəmi 3-ə bölündüyünə görə. 27. Yox. 17. 17. 17 də sadədir. 1. Başa düşdük? Yaxşı. Bu da sadə vurğulara ayrılış oldu. Bir də sadə vurğulara ayrılmaq bu qədər asan deyil də. Yəni tək sadə vurğulara ayırdıq, bitdi. Bunun qaydaları var. 10-12 dənə qaydadır. Onları deyəcəm, videonu bağlayacağım. Əbu Bəkir, bu da gələn dəfəki videoda izah eləyəcəm. Yəni bunlar həqiqətən də düşəndilər. Bir-bir adlarını yazıram. Onlara uyğun da qaydalara deyək. Hansısa bir ədədin üzərində bütün qaydaları deyəcəm. 1. Sadə vurğuların sayı. Sadə vurğuların sayı. Siz dəftərinizə yazanda uzun-uzun yazın. 2. Müxtəlif sadə vurğuların sayı. 3. Sadə bölənlərin sayı. 4. Natural bölənlərin. Olmazsa olmazında da bilmirəm ki, niyə olur bu? Natural bölənlərin sayı skrin eləyirəm. Tam bölənlərin sayı. Sonra mürəkkəb bölənlərin sayı. Yaxşı, bunları yox, hamısını yazım, sonra izah edeyim. 7-ci, sonra sadə olmayan bölənlərin sayı. Sadə olmayan bölənlərin sayı.
olmayan. Sonra cüt natural bölənlərin sayı ən çox düşənlərdən. Ondan sonra tək natural bölənlərin sayı. Ondan sonra natural bölənlərin sayını dedik. Hə, natural bölənlərin sayını dedik. Natural bölənlərinin cəmi. Natural bölənlərinin cəmi. Sonra natural bölənlərinin hasili. Hasili. Bir də tam bölənlərinin cəmi. Bölənlərinin cəmi. Aha. Bir-bir bu adlara baxa-baxa deyəcək. Birinci sadə vurulan sayı. Bir dənə ədəd götürək. Neçə götürüm? 30. Bunun hər bir şeyini deyəcəm. Sadə vuruqlarına ayırırsınız. 2, 5. 3, 3'ə 1. Aha. Açılışı, yazılışı da belə olacaqdır. 2-dən 1 dənədir. 5-dən 1 dənədir. 3-dən də 1 dənədir. Bəzən belə 2 dənə 3 olsaydı, bunun üstünə 2 qoyacaqdıq. Yaxşı. Aha, hər birindən 1 dənədir. Bəlkə hər biri bunu artıraq. 90 eləyək. Aha, 2, 5 təzədən yazım. 2 biraz qəliz olsun. Onu izahını verim. Yaxşı, 90'ın sadə bölənlərini deyirim. Aha, 2, 5, 9'a 3, 3, 3, 1. 2-dən 1 dənədir, 5-dən 1 dənədir, 3-dən 2 dənədir. Belə yazsaz daha rahat olacaq. Birinci baxıram. Sadə vuruqlarının sayı deyəndə belə yadda saxlayın. Bunları bir-birinə vurub ki, buradakı cavabı alıb da. Yaxşı, bax bunları bir-birinə vurmasa, buradakı cavabı ala bilməz axı. Demək, sadə vuruq deyəndə hamısını götürməliyəm. Mən bunun birini çıxsam, bunun cavabı 90 eləməyəcək axı. Vurma, vuruq. Yaxşı, elə yadda saxlaya bilərsiniz. Deməli, hamısını götürürəm. Neçə dənədir? Bir dənə bundan, bir dənə bundan, 2 dənə də bundan. 4 dənə elədi. Sadə vuruqların sayının cavabı nə imiş? 4-üymüş. Yazaq qarşısını. Yaxşı. Bir istəyirsən burada say, denə 4 dənə, ya da burada say. Biri bu, ikisi də bu. Yaxşı. Sonra nə deyəcəm? Müxtəlif sadə vuruqların sayını deyir. Müxtəlif sözün gördünsə, onsuz müxtəlifləri seçəsən. Yaxşı. Bax, 1, 2, 3. Hərəsindən bir dənə götürdüm. Uşaq deyir ki, bu müxtəlif deyir, axı eynidir. Mən demirəm ki, əlimə verəsən, mənə verəsən ondan. Hərəsindən bir dənə 3 verdin, bir dənə 5 verdin, bir dənə 2. Bir də 3 istəmirəm, çünki götürmüşəm. Başa düşdük? Bu da oldu müxtəlif sadə vuruqların sayı. Neçə oldu? 3 oldu. Yazaq qarşısına. Sonra sadə bölənlərinin sayı deyəndə nə edirik? Sadə bölənlərin sayı deyəndə yenə müxtəliflər götürürük. Müxtəlif sadə vuruqla sadə bölən eyni şeydir. Bir kəlmə ilə bunun qarşısına yazın. Sadə bölənlərin sayı deyəndə müxtəliflər. Bunu deyəndə hamısı. Onsuz da müxtəlif sözün görəndə müxtəlifdir. Yaxşı. Qayda kimi belə müxtəliflər götürəcək. Neçə dənədir? 3 dənə. Yazıram qarşısına. 3. Yaxşı. Natural bölənlərinin sayı. Natural bölənlərinin sayı deyəndə sayı üzərinə 1 gəlirik. 2-dən neçə dənədir? 1 dənədir. Üstünə 1 gəlirik. 1 plus 1. Bu 1'dir. 5'dən neçə dənədir? 1 dənə. 1 plus 1. 3'dən neçə dənədir? 2 dənə. 2 plus 1. Sayılarının üzərinə 1 gəlib. Bu bir qaydamızdır bizim, qatmayın. Sayıların üzərinə 1 gəlib. Hamısını bir-birinə vururuq. 2 vuraq. 2 vuraq. 3. Bərabərdir 12. 12 dənə natural böləni var imiş. Yaxşı. Tam bölənlərinin sayı deyəndə nə edirik? Tam bölənlərin sayını tapanda natural bölənlərin sayını 2-yə vururuq. Natural böləni neçə tapdım? 12. Bunu da 2-yə vur. Yəni hər birindən 2 dənədir da. 2-yə vur 24. Natural tam bölənlərin sayı 24 dənədir. Niyə? Məsələn 92-yə bölünür, bir də mənfi 2-yə bölünür. Tam ədəd həm də mənfilərdir axı. 5-ə bölünür, mənfi 5-ə bölünür. 3-ə bölünür, mənfi 3-ə bölünür. 9-a bölünür, mənfi 9-a bölünür. Belə. 45-ə bölünür, mənfi 45-ə. Ona görə hər birindən 2 dənə olduğuna görə 2-yə vururuq. Yaxşı. Sonra gəlir, baxaq görək nə var? Mürəkkəb bölənlərinin sayı. Mürəkkəb bölənlərinin sayını tapanda natural bölənlərin sayını sadə bölənlərin sayından 1 çıxılır. Hə, natural bölənlərin sayından sadə bölənlərin sayından 1 çıxır. Birinci natural bölənlərin sayını deyək 12 idi. 12. Sonra natural 12 natural böləni var. 3 sadə böləni var idi. Sadə bölən 3 tapmışdıq axı. Bir dəqiqə danışım deyim. Sadə bölən 3'dür. Bir də 1 çıxırıq. 1-i niyə çıxırıq deyəcəyəm.
mürəkkəb bölənlərin sayında 12, 3, 8-dən eləyir. Yaxşı. 8 mürəkkəb böləni vardı. Çünki orada 1 var axı. O 1, birimiz nə sadədir, nə mürəkkəbdir. Axı 91-ə də bölünür. O 1-i çıxıram ki, nə sadədir, nə mürəkkəb. Məndən mürəkkəb istəyir. 1-i niyə saymıram? Başa düşdük? Əgər sadə olmayan desə, sadə olmayan mürəkkəb demək deyil, ha? Sadə deyil də, yəni 1 də daxildir ora. Onda sadəcə 12-dən 3-ünü çıxacaq. Qalacaq 9-dan. Başa düşdük? Yaxşı, o biri videoda da davamını izah edəyəm.